Əleyhissalam buyurur ki, sənin Rəbbin qarşısında bəndəlik məqamın nə qədər çox olsa, insanlar qarşısında azadlığın da bir o qədər çox olar. Əleyhissalam insanın bəndəliyinin çoxalmasını istəyir. Deyir, əgər sən nə qədər Allah qarşısında təslim olsan, onda insanlar qarşısında daha azad olacaqsan. Mən biraz əlavə edirəm. Nəinki insanlıq, bütün həyatın hadisələri barəsində. Hətta qəbir, la xofun və la yəhsənun. Onlar üçün heç bir hüzün və qorxu yoxdur. Sən əgər Allaha bəndə ola bilsən, özdə biz əvvəllər də demişik, Allahın məqsədi də, nəhai hədəfi də bu deyil ki, sən ancaq ona bəndə olasan. Sənin ona bəndə olmağın daha başqa bir nəticəni gərəkdirəcək deyə sənə deyir bəndə ol. Yəni indi ki biz danışdıq həqiqi bəndəlik. İnsan həqiqi bəndəlik elədi və Rəbbini tapdı. Elə Allahın istəyi bu idi, bəli, amma onu da elə belə istəmirdi. İstəyirdi ki, bəndə Allahı tapsın. Çünki Rəbbini tapan insan daha əzəmətli bir varlığa çevrilib. Ruhu təkamülə çatıb və belə bir insan üçün heç bir qorxu və hüzün yoxdur. Nə qəbirdən, nə qiyamətdən, nə ölümdən, nə hansısa insandan, heç bir şeydən qorxusu yoxdur. Tamam azaddır. Nəinki insanların müqabilində. Hər cəhətdən tamam azaddır.